Salam, hər vaxtınız xeyirli olsun əziz abituriyentlər. Bugün sizlərlə 10 may tarixi 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi blok fənləri üzrə fizika fənnindən sınaq imtahan sualları ilə tanış olacaq. Vaxt itirmədən suallarımızın izahına keçid alaq. Deməli, burada bir şeyə diqqət edək. Metr böl Henry vur Farad. Sadə bir versiyada deyəcəm sizə. Metr bölünsün Henry'nin yerinə yazacağım L, bunu da yerinə yazacağım C. Omeqanın belə bir düsturunu bilirik biz 1 böl kök altı LC. Oradan kök altı LC nəyə bərabər? 1 böl omega. Omeqanın da vahidi 1 böl saniyədirsə, onda elə kök altı LC özü nə verir? Saniyə. Onda qalır nə? Metr böl saniyə. O da bizə verər sürət. Cavab olar 31-də. Deməli C variantı. Daha sonra 32. Yadda saxlayın. Bu turmalin kristalında olan düstur kosinus kvadratı ilə kosinusla olan düsturdur. İntensivliyin maksimum olması üçün bucaq 0 olmalıdır. Əgər 18 dərəcədirsə, onda elə 18 dərəcədə nə etmək lazımdır? Azaltmaq lazımdır ki, 0-a düşsün. Çünki kosinusdur burada. Kosinusu yadda saxlayın. Maksimum olması üçün deyirsə, deməli elə kosinus 0 olmalıdır. 33 nömrəli suala gəlin baxaq. Birinci rezistorin müqaviməti 30-dur. Birincinin müqaviməti R1 bərabərdir U1 bölünsün I1. 1, 2, 3, 4, 5 damadır. Bu 5, İ'si isə 1 damadır. 5 bölü 1. Bu mütənasibidir 30-la. Gəlirəm R2-yə. R2 bərabərdir. 1, 2, 3, 4, 5. U2 böl I2. 1, 2, 3. Yəni 5 böl 3. Əvvəl məxrəc 1 idi, sürətlər eyni idi. Bu 1 idi, məxrəc 3 dəfə artdısa, onda R2 də 3 dəfə nə edəcək? Azalacaq. 30 idi, 3 dəfə azalar neçə olar? 10. Elə buradan hazır cavab çıxır. Gələm R3-ə. O da U3 böl I3-dür. Üçüncünün U'su 1, 2 dama hündürlükdədir. İ'si də 1, 2, 3 dama. 2 bölünsün 3. 5'ə əgər 30 demişdimsə, deməli 1'ə neçə düşürdü? 6. Onda 3'də 2'ni də vururam 6'ya. Cavab neçə eləyir? 4 ilə mütənasib. Doğru cavab oldu 33'də. 34 nömrəli sual. Görülən iş fiqur sahəsidir. Bax, KL-in fiqurunun sahəsi bu hissədir. Həmçinin ikincidə olan isə fiqurun sahəsi, o göylə olan və burada aiddir. Ümumi hamısı. Onda ikinci fiqurun sahəsi daha böyükdür deyə A' də 2-də nədir? Daha böyükdür. Amma delta U isə başlanğıc və son qiymət trayektoriyadan asılıdır deyə bərabərdir. Doğru cavab olur 34-də D variantı. Daha sonra 35 nömrəli sual. Bizə deyir ki, burada yer səthindən şaquli atılan cisimdən gedir söhbət. Onun potensial enerjisinin zamandan asılılıq qrafiki verilib. Bizə verib T-ni 3 saniyə ərzində bu cismin nəyini tapın deyir? Kinetik enerjisini təyin edin. Gəlin baxaq. Burada bir neçə versiya ilə təbii ki, getmək olar. Tam enerji YK üstəgəl YP'dir. Bu da konstantdır. Və bu təpədə potensial enerji max qiyməti ilə tam enerji deməkdir. Onda elə Y tam bizdə neçədir? 400 oldu. Və biz H-ın V0T minus JT kvadrat böl 2 düsturunu təbii ki, bilirik. Həmçinin T qalxma da burada 2 saniyədir. T qalxma 2-dir. O da V0 böl J-dirsə, oradan V0 nəyə bərabərdir? 20-yə bərabərdir. V0 təyin olandan sonra bura gətirib qoya bilərik biz. Yəni 20T çıxılsın elə 5T kvadratı. Potensial enerji özü nədir? MJ-H-dır. MJ vur, H-ın yerinə həmin o 20T çıx, 5T kvadratı da qoyula bilər. İndi gətirib biz yazsaq ora. MJ vur, 20T bizdə neçədir? 2 saniyədə axı maksimum potensial çıxılsın, 5 vurulsun, 2'nin kvadratı. Bu 400'ə bərabərdir. Onda buradan MJ 40 çıxılsın 20 eləyir 20. 400'dürsə, MJ-nin özü 20'dir. Deməli, M neçə imiş? Kütləmiz 2 imiş. Belə də təyin eləyə bilərik bunu və ya başqa cürə də mümkündür ki, geçsin. İndi bizdən soruşur 3 saniyə ərzində. YP-ni biz gəlin buradan təyin eləyək. 3 saniyə üçün indi 20, MJ 20'dir.
H-ın da yerinə və burada V0T 20 vur 3 çıx 5 vur 3-ün kvadratı. 60-dan 45-i çıxan nə eləyir? 15. Bunu da vuranda nə eləyir? 300. Deməli, potensial enerji 3 saniyə üçün 300 imiş. Onda kinetik enerjidə nə qalır? 100 qalır. Doğru cavab variantımız olur nə? C variantı. Amma bu məsələni biraz daha rahat versiyada da gedə bilərik. Biz daha rahat versiyamız nədir? Gəlin deyim. Tek axma bərabər V0 bölü J'dir. Oradan V0 eləyir. Tek axma vur 10. Yəni 10 vur 2 20. Başlanğıc sürət hazırdır bizdə. Başlanğıc sürətin hazır olduğunu biz bilirik. Ona görə biraz daha fərqli üslubla da gedə bilərik biz. Yəni nə? Bizim potensialımız orada tamımıza bərabərdir. O da elə mv0 kvadrat bölü 2 ilə təyin eləsək 400-ü. V0 da 20-dir. 20-nin kvadratı 400 dərc edir. Elə buradan m-i neçə tapırıq biz? 2. M-i 2 tapandan sonra kinetik enerjinin düsturu nədir? mv kvadrat bölü 2. 2 bölü 2 vur v kvadrat. Kinetikin payına qalır nə? V kvadrat. V-ni də təyin eləməyə nə var ki orada? V0 ilə, V0 minus gt və ya V0 plus gt ilə bir təyin eləyə bilərsiniz. Gətirib yerinə qoya bilərsiniz. Və həmçinin də burada onsuz da sürət sıfırdır. Bu buradan bura gəlib. 1 saniyə ərzində V bərabər gt, t-yə 1 qoysan 10 eləyir. Onun da kvadratı yenə bizə 100'ü vermiş olur hər bir halda. Ona görə 35'in də cavabı olur nə? C variantı. 36 toplunun sualıdır. K nöqtəsindən başlayır. 4'də 1'də buradadır. Onda bunun yolunu, sürəti gedir sola, təcili gedir yuxarı. 4'də 1'də sürət sola gedir. 4'ü yazdıq bura. Onda təcili yuxarı gedir. Onda aşağı gedəndə bu birisində olar. 4'də 3'də isə 1, 2, 3. Aşağı gedir bax burada. Sürət gedir sağa. Ona görə biz 4-5'i yazdıq. Yer dəyişmə hər biri üçün buradadırsa əgər, bax buradan bura olur yer dəyişmə. R, onda bura R kök altda 2. Həmçinin digəri üçün də R, burada olur nə? R kök altda 2. Deməli 1 bizim üçün nədir? Ortaqdır. 4'də 3'də yolu tapanda 2 pi yerə vururuq. Eləyir nə? 3 pi yer bölünsün 2. 2 gedir onda 4'də 3'ə. Və hər biri üçün gedilən yol yer dəyişmənin modulundan böyükdür. Deməli 36 nömrəli sualında uyğun cavab variantı oldu nə? Y variantı. 37 nömrəli suala diqqət yetirək. Çox rahat. 6 ilə 8-in əvəzləyicisi ikisinin ortasından çıxan 10'dur. Tarazlıqda qalması üçün bura 10'dursa burada 10 olmalıdır ki, onların cəminə versin. Vektorial cəmindən təbii ki gedir söhbət. 0'ı vermiş olsun. 38 nömrəli sual. İzobar soymada rho bərabər PM bölü RT. İzobardır, R sabitdir, P sabitdir, malyar da sabitdir. Rho-nan T tərsdir. Soyumada temperatur azalmalıdır. Doğru cavabdır. 39. Deməli, hər iki izotopun nüvəsində proton eynidir. 10, 10. Proton budur, düzdür. Neutron fərqlidir. 20 çıx 10, bu 10'dur. 22 çıx 10, bu 12'dir. Düzdür, fərqlidir. Protonun sayı neutronun sayına bərabərdir. Bəli. Proton 10'dur. Neutron 20 çıx 10'dur. O da 10 eləyir. Bərabərdir. Bu da düzdür. Neutronun sayı burada 22 çıxılsın 10. Yəni 12'dir. Proton da 10'dur. 2 vahid çoxdur. Bəli. Çoxdur. Nuklon eynidir. Nuklon yuxarıdakıdır. Bu 20'dir. Bu 22. Səhvdir. Bizdən də səhv istəyir. Cavab oldu Y. 40 nömrəli sual. Elektrostatik sahə F bərabər Q7. Əgər Q olanda F-dirsə, 2Q olanda 2F olacaq, 40'ın cavabı olacaq D variantı. 41 nömrəli sual. Maksimal qalxma hündürlüyü. Uşaqlar bunu bəzən oxuyurlar tek qalxma. H-max bərabər V0'ın kvadratı bölü 2G. İmpuls varsa hər tərəfə M kvadrat əlavə elə. M kvadrat V0 kvadrat bölü 2 M kvadrat G. Axı impuls MV-dir. Kvadratı da olanda olur impulsun kvadratı böl 2 m'in kvadratı J. 41'in də doğru cavabı olur nə? A variantı. Nə zaman induksiya cərəyanı yaranmır? İnduksiya cərəyanı yaranmır 1. Halqa kəsik olanda 2 və nisbi 0 olanda. Nisbi sürət 0 olmalıdır. Bu da 1 ilə sola gedirsə, onda nisbi sürətin 0 olması üçün elə bu da 1 ilə sola getməli. Çünki eyni istiqamətdə nisbi sürətlər nə olur? Çıxılır. Deməli 1 ilə sola, 42'də də cavab olar nə?
Y variantı. 43-də 80 dərəcə temperaturlu 1 ton suyu 100 dərəcə Selsi temperatura qədər qızdırmaq və onun bir hissəsini buxarlandırmaq üçün 130 megajoule istilik sərf olunur. Buxarlanan suyu Q bərabər Cm delta T üstəgəl Lm düsturudur. Lm buxarlanan. Burada 130 vur 10 üstü 6 bərabər S. 4 onda 2 vur 10 üstü 3. 1 ton su. O da vur 10 üstü 3. 80'dan 100'ə 20'dir. Üstəgəl L 2 onda 3 vur 10 üstü 6 vur M buxar. Ən gözələ baxın 10 üstü 6, 10 üstü 6, 10 üstü 6 getdi. Bu 0 ilə 42 eləyir. 42-ni də 2-yə vuranda 84 üstəgəl 2 onda 3 M buxar. Bərabərdir 130. 2 tam onda 3 M buxar neçə eləyir? 46. Onda M buxar neçə eləyir buradan? 20 kilogram eləyir. Doğru cavabımız olur. 43'də də nə? B variantı. 44. Tutumu batareyanın ümumi tutumunun 3'də 2 hissəsinə bərabər olan S1 3'də 2 S-dirsə, S2 onda 3'də 1 S-dir. Və deyir ki, elektrik sahəsinin enerjisi 10 millijouldur. Paralel birləşib i-ni verdiyi üçün bizim düsturumuz S-U kvadratı bölünsün 2'dir. Ümumi enerji 10'dur. Biz bunu bildik. İndi paralelde de bunların u'ları nədir? Konstantdır. İndi birincininkidir ha bu 10 olan. 10 bərabərdir S1'in yerinə 3'də 2 S-U kvadratı bölü 2. Elə bax buradan S-U kvadratı ümumidir mi? Bəli, buna bir x desək. 3'də 2 x 10'dur. Onda x nəyə bərabərdir? 15'ə. Bax bu S-U kvadratı bölü 2 ümumidir. Elə o da nədir bizdə? 15'dir. 44'ün də cavabı olur B. 45 toplu sualıdır. Y foton bərabər Y K üstəgəl A çıxış. Bu ümumi bir düstur. Bura bir hələ ki, nəysə bunu işarə vermirik. Ümumi düsturumuzu yazırıq ki, lazım olacaq. Fotoelektronların çıxış işindən 2 dəfə çoxdur. Deyir, foton 2A çıxışdır. Onda mən bu düsturu yazsam, Y fotonun yerinə yazıram, 2A çıxış. Fotonun enerjisini 3 dəfə artırsam, onda foton nə olacaq? 2A çıxışı 3'ə vuranda 6A çıxış. Onda bura üçün yazıram, Y foton bərabər Y K üstəgəl A çıxış. Buradan Y fotonun yerinə 6A çıxış bərabər Y K üstəgəl A çıxış. Onda buradan nə alınır? 5A çıxış nədir? Y K'ya bərabər. Biz bunu bildik. İndi bizə deyir ki, saxlayıcı gərginliyi 2 olub, 3 dəfə artanda nə baş verər? İndi burada 5 vurulsun Y, U bərabərdir. Burada da Y, U'dur. Bu Y, U 2'dir qiymət olaraq. Bu isə Y, U 1'dir saxlayıcı gərginliyi. O da ki, bizdə neçədir? 2'dir. Y'lər gedir. Onda U2 bərabər olur. 5 vurulsun 2'yə. Doğru cavab variantımız olur nə? 10. Bu məsələ əvvəllər də düşüb imtahana, xatirinizdə olsun. Ona görə bu məsələ bir xüsusi məsələlər siyahısındadır da, belə deyim ki, hər an yenidən təkrar da mümkündür ki, düşsün. Ona görə diqqətli yanaşmağımız lazımdır. Yəni fotoeffekt üçün Einstein tənliyini bilməyimiz çox mühümdür ki, məsələ həllərində bunu daha rahat bir şəkildə təyin eləyə bilək. Və burada da biz əsas çaşdırıcı nüans YK ilə A çıxışdır ki, onların yerinə YU'lar yazılarmı, yazılmazmı? Söhbət baxın bundan gedir ki, yazılarmı? Bəli, biz deyəcəyik ki, Y biz deməli A çıxışa da onu təyin eləyə bilərik. YU düsturunu, YU saxlayıcı 1, YU saxlayıcı 2 kimi mümkündür ki, təyin edək. Və biz burada deyəsən neçə tapdıq? 5 YU2 tapdıq. Yoxsa 3 dəfə artanda, hə 5 YU2. U2'miz bizim nə idi orada? Biz səhv getdik məsələni. Bircə dəqiqə. 5 vurulsun 2. 2 dəfə çox deyir bizə. 3 dəfə artıranda 6A çıxış. YK bərabər oldu nəyə? 5A çıxışa. Düzdürmü? Bizdən istəyir nəyi? Gərginliyi, saxlayıcı gərginliyi neçə volt artar? Hə, biz 10 tapdıq burada. 5 vur 2 elədi 10. Əvvəl 2 idi, indi oldu neçə? 10. Neçə volt artar dediyi üçün 8 oldu. Bəli. Doğru cavabımız oldu C variantı. 46'da sürtünməni biz təyin eləməliyik. MMC ilə 0.5 vur, 10 vur,
2. Bu neçə eləyir? Elə 10 eləyir. Dartı da 25-dir. Təbii ki, dartı sürtünmədən böyük oldu. Onda hərəkət yeyinləşən. Amma x oxunun əksi istiqamətində yeyinləşən olur. Ona görə də 46-nın cavabı olur nə? B variantı. 47. Florence bərabərdir QVB-dir. Q ilə asılıdır. Bunun Q'su 1-dir, bununki 2-dir. Əgər buna F deyibsə, onda bu nə olacaq? 2F. Çox sadə. 47 daha variantı. 48. Sürət əgər ən kiçik qiymətinə uyğundur deyirsə, sürətin, onda x ilə sürət bir-birindən törəməd axı. Sürətin kiçiyini istəyirsə, onda x-in böyüyü olmalıdır. X-in də böyüyü təpə nöqtələrdir. O da 2 və 4 nöqtəsidir. 48 də olur B. 49-u da yəqin ki, hamı yazıb. İnşallah ümid edirik 4 bölünsün 10. Cavab 0, 10-da 4-dür. 50-də A, B, C, D, Y variantlarına baxsaq, əriyən qoruyucudur, yarım keçirici dioddur, lampadır, kondensatordur və rezistordur. 51-də maraqlı sualdır. 51-də potensial çoxdan azadır. Bax, potensial çoxdan aza gedirsə, onda xəttlərimiz var, bizim budur, bu Y xəttlər. Deyərsən, niyə 40 buradadır, 20 buradadır? Əksinə getməlidir, çoxdan aza. Bu sahədir. İndi bu da müsbət yükdür, ya mənfi yük elektronu. Mənfi yük sahənin əksinə gedir. Bunun qüvvəsi də gedər sahənin əksinə. Sahə soladır, qüvvəsini çəkdim sağadır. Aydındır. F də sağadır, V0 da sağadır. Hər ikisi əgər bunların sağa doğru istiqamətlənibsə, onda nə baş verəcək? V ilə F eyni istiqamətdə onda hərəkət olur nə? Yeyinləşirsə əgər nə baş verir? Kinetik enerji artır. 100 idi, indi artmalıdır. 100 idisə 120 olmalıdır, 140 olmalıdır və s. O da elektrondur. 10 dəyişibsə əgər, buradan bura. Onda elə, daha doğrusu 20 dəyişibsə 40-dan 20-yə, onda elə 20 də nə inəyəcək? Artacaq. 51-in də cavabı olacaq nə? A variantı. Və yaxud bu sualı həlli yolu ilə biz düzgün formada yazmaq istəyiriksə, elektrostatik sahədə görülən iş, biz bilirik ki, delta YK-dır. O da YKB çıxılsın YK ad. Yəni Q vurulsun fi A çıxılsın fi B-dir. Söhbət elektrondan gedir. Mənfiyə yazıram. 20 çıx 40 yazıram. Bu da bizə burada nə verir? Müsbət 20 elektron volt iş. 20 elektron voltdur. YK son. Əvvəl bizdə A-da 100-dür. Bu sonu bilmirik, amma əvvəli 100-dür. Onu da buradan tapırıq. X yəni neçəymiş? 120 imiş. Daha sonra 52 nömrəli sual. 52 nömrəli sualda H-ın düsturu var da VT və ST ilə. VT bölünsün 2. Yəni 3000 bərabərdir 1500 T bölü 2. Buradan T nəyə bərabər olur? 4 saniyəyə bərabər olur ki, 4 saniyədən sonra qəbul edər. 3 saniyədə qüvvənin işi. A bərabər delta YK deyə bilərsiniz. O da YK çıx YK 0-dır. V0 0-dırsa bu da 0-dır. YK-nın yerinə P kvadrat böl 2M yaza bilərik. P-nin də yerinə FT yaza bilərik. F-imiz 2-dir, T-miz də 3 saniyədir. 2 vur 3 nə eləyir? 6-nın kvadratı 36 böl 2 vur M də 2-dir 4. Cavab 53-də 9. 54-də tarazlıq şərti var mayedə. Çəki səthi gərilmə qüvvəsidir. O da sigma vur 2 pi r-dir. Çəki özü radiusla düzdür. R olanda 2-dir. Əgər 2 r-dirsə, onda 2-yə vurmalıyıq. Cavab eləyir 4 milli-newton. Çünki bu 2 milli-newtondur, elə bu da milli-newtondur. Cavabı da elə milli-newtonla istəyir deyə cavab olar 4. 55 nömrəli suala diqqət yetirək. Biz baxmalıyıq burada nəyə? V batan bərabərdir rho cisim bölü rho maye vur V cisim. Hansı daha az batıb? Birinci daha az batıb, düzdür? Onda daha az batıbsa mayesinin sıxlığı böyükdür. Bir doğrudur. Bunu qoyduq qırağa. Biri təyin elədik. Gəlirik ikinci mayenin sıxlığı. Burada yarısı batıb, bəli, 2də 1 H. Amma biz deyə bilmərik onların sıxlıqları bərabər. İkinci mayenin sıxlığı cismin sıxlığına bərabərdir. Xeyr, təbii ki. İkinci mayenin sıxlığı cismin sıxlığından 2 dəfə böyükdür. Bir hissəsi qalıb 2də 1 H. Mayələrin sıxlıqlarından cisimlərin sıxlıqlarını biz bərabər götürsək, bu cür olmaz ki, yarısı batıb, yarısı üzdədir, deməli bərabərdir. Yox, 2 dəfə fərqlənirlər.
Niyə? Çünki 2-də 1 h-dır yuxarıda. 2-də 1 h-ı qalıb, 2-də 1-i batıb. Batan hissə rho böl rho maye ilə mütənasibdir. Bu 2-də 1-dir. Rho böl rho maye 2-də 1 nə deməkdir? Rho maye bu tənasübdən 2 rho cisimdir. Yəni maye cisimdən 2 dəfə nədir? Böyükdür. 4. Digərində isə birinci mayenin sıxlığı deyə bilərik ki, biz bəli, cismin də sıxlığından 3 dəfə böyükdür. Niyə? Yenə 3-də 2-si burada, suyun üzündəsə 3-də 1-i batıb. 3-də 1 bərabər rho cisim böl rho maye. Buradan alınır ki, rho maye bərabər 3 rho cisim. Deməli, mayenin sıxlığı cismin sıxlığından 3 dəfə böyükdür. Cavab olur nə? 1, 4, 5. Burada T ümumi 15'dir. 3 de artır. 3 a 15'dir. Onda a neçə eləyir? 5. F isə 6 a'dır. A da 5'dirsə 6 vur 5. Cavabımız 30. 57. Kondensatordur. V1 bərabərdir. U1 bərabərdir. Deməli, I vurulsun XL. I vurulsun XL nə deməkdir? Yəni, I omega L. Amma bizdə burada, daha doğrusu kondensatordur deyə I bölünsün, I vurulsun XC-dir. O da I1 bölünsün omega C'dir. Elə bununki C'dir. Ona görə saxlayıram. İkinci üçündə C veribsə əgər, nə edəcəm indi mən? Bizə UM-i konstant verib. Göstəriş nəyi göstərirdi? Ani qiyməti göstərirdi. İndi burada ikincinin ani göstərişi U 20-dirsə, UM nəyə bərabərdir? 20 kök altda 2, yəni 20 vurulsun 1,4. Bu neçə eləyir? 28. Amma bizə lazım deyil o. Yəni UM-in kök altda 2 verməyin bizə aidiyyəti yox. Çünki göstəriş istəyir, görürsünüz? İndi ümumi göstərişi bəli, təyin eləyəndə amplitudu ona gedəcək. İndi burada bu 20-dir. U özü C ilə necə asıdır? Tərs. Əgər bu C olanda 20-dir, onda elə birinci də C'dir, onda da nə olur? 20. Birinci cavabı nə olur bizdə? Olur D variantı. 2-də V3, C 2 dəfə artdı. C artanda U neynir? Azalır. 3 nə olacaq? 2 nə olacaq onda bizdə? 10. 2-nin cavabı olacaq A. İndi 3-ün cavabı. İndi biz bura baxırıq. Biri 20'dir, biri 10'dur. Bu 20 olan var ha. Onu vururam nəyə? 1 onda 4'ə. Eləyir 28. Sonra ikinci nədir? V3'dür. Onu nə tapışam? 10. Onu da vururam 1 onda 4'ə. Eləyir 14. Birinci də 20 idi axı digəri. 20'ni də vururam mən 1 onda 4'ə neçə eləyir? 28. Bunları toplayaq. 28 nə eləyir? 56 üstə də 14 gələndə eləyir 70. Üçün də cavabında olur nə? C. Çünki amplitud qiymət istəyəndə göstəriş ani qiymətdə axı onu kök 2-yə vurmaq lazımdır. Bu da belə. Daha sonra 58 nömrəli sual. Təkrar emal zavodunda ağır dəmir parçalarını maqnitin özünə cəzb edərək qaldırırlar və burada nə baş verir? Burada baş verir ki, lazım olan yerdə maqnitsizləşdirirlər və onları nə edirlər? Boşaldırlar. Onda burada hansı proses gedir ki, bu tipli kranların işləmə prinsipi nəyə əsaslanır və onun yük götürmə qabiliyyətini necə artırmaq olur? Biz bunu ümumiləşdirib cavab verə bilərik ki, burada, yəni bu cihazın işləmə prinsipi elektromaqnit induksiya hadisəsidir. Elektromaqnit induksiya hadisəsidir ki, elektromaqnit induksiyasının və yaxud elektrik sahəsinin maqnit təsirinə əsaslanır deyə bilərik ki, burada nə etmək lazımdır? Cərəyanı artırmaq, sarğıların sayını artıra bilərik, materialı dəyişmək və s. Çünki L-in də düsturu nədir? L0'dır. Və biz buradan istifadə eləyərək təbii ki, təyin eləyə bilərik. 59 nömrəli suala diqqət yetirək. 59-da rahatdır. Cərəyanı bizə deyir ki, 0,4 artıranda I2 bərabər I1 plus 0,4. W da bizə nəyə bərabərdir? Li kvadratı bölünsün 2. Onda I1'in I2'yə, W1'in W2'yə, amma bunun başında nə var? Kvadrat. I1 kvadrat böl, I1 plus 0,4'ün kvadratı bərabərdir. W1 böl 9W1. Kök alsaq biz,
i1 böl i1 plus 0.4 bərabərdir 3-ə. 3 i1, i1 plus 0.4'dür. Onda 2 i1 0.4'dürsə, i1 nəyə bərabər olmuş olur bizdə? 0.2'yə bərabər olmuş olacaq. Deməli, burada da biz bir nüansa diqqət yetirək. Növbəti məsələ üçün, yəni növbəti məsələdə bizə nə deyir? Ən azı 2 şüadan ibarət olan bir S nöqtəvi işıq mənbəyinin müstəvi güzgüdə xəyalını qurun. Gəlin quraq. Çətin bir hal deyil. Orada şəkli biraz fərqli veriblər əslində. Diqqət eləsəz ora. İndi cavab vərəqində gedən uşaqlar bilirlər. Bu formadadır. S işıq mənbəyi də buradadır. Bu güzgüdür də bizdə təbii ki. İndi biz burada nə edəcəyik? Bir dənə şüanı paralel aparmalıyıq. Və uzantısı bunun gedib burada bir S' nöqtəsi var, ora getməli. Çünki paralel düşür. Və birini də məsələn güzgünün qütbünə bu formada gətirməliyik. Bir dəqiqə. Bu formada gəldi və bu formada da nə etməlidir? O buradan bir dəqiqə bunu düz yazaq. Aha, bura düşən nə etməlidir? Qayıtmalıdır və uzantısı gedib harda kəsişməlidir? Bax burada həmin o nöqtədə kəsişməlidir və orada da alınan hissəyə biz xəyali hissə deyə bilərik ki, xəyalını qurduq. Bax bu formadadır. Çünki müstəvi güzgüdən söhbət gedirsə, güzgüyə nəzərən simmetrik alınır. Simmetriklik burada qorunur. Uzantılar kəsişir deyə möfhimi alınır və özü boyda alınır. Bu da belə.